izleyiciler, Bizimkiler programında hoş gördük. Bugünkü qonağımız tanınmış xalçaçı rəssam Lətifə xanım Qarayevadır. İnanıram ki, söhbətimiz maraqlı olacaq, bizimlə qalın. Salam Lətifə xanım. Hər vaxtınız xeyir, nə var, nə yox, yaxşısınız? Çok sağ olun, yaşayın. Günləriniz necə keçir? Günlerimiz çok yaxşı geçir. İşləyirik. Çözürlər. Bir xeyli necə qalçalarım var, o barədə işləyirəm, necə işdə oluram. Belə, hər şey yaxşıdır, şükür. Yəni, azad yaradıcılıqla məşğulsuz. İş adam saxlayırdı. Ben mütləq, işləməyəndə oraya darıxıram. Maşallah, siz həmişə fəal rəssamlardan olmuşsunuz. Özdə artıq 60 ildə siz, 60 ili keçib. Yəni, keçib, işlər. Yox, yaradıcılığınızı deyirəm. 1960-cı ildən tələbəlikdən saysaq, siz Moskvadan başlamışsınız. Siz orada orta ixtisas təhsil aldınız, amma ali Sonra təhsil... gəlir Moskva-Bakıya. Ali təhsil aldınız. Və rəhmətli Lətif müəllimin yetirməsiniz. Ben daima işləmişəm, o işlərimizdədir. Azərbaycanda xalça rəssamlığı düzdür. Xüsusi bir yer olan peşədir. Amma parmaqla sayılan bizim rəssamlarımız var. Bunların da başında təbii ki, Allah rəhmət eləsin, Lətif müəllim idi. Onun qoyduğu məktəbdir, siz də hamınız onu yetirmələrisiniz, onu necə deyərlər, əlindən keçmişsiniz. Sizin yetirmələriniz var mı indi? Yetirmələrim yoxdur. Amma baxıb yəqin ki, Amma sizdən baxırlar, gəlirlər, ilham alanlar var da. Deyirəm, başa salıram, elə olur. Sovet vaxtından sizin işləriniz həmişə Respublika, Keçmiş İttifaq sərgilərində olub. Bilirəm ki, bizim Xalça Muzeyində də sizin həmişə işləriniz nümayiş olunub. Ayrı-ayrı bildiyimə görə şəxsi kolleksiyalarda da sizin işləriniz var. Yəni, işlərimiz çoxdur, işlərim çoxdur. Moskvada olub sərgidə, daima çox vaxtdır orada olub, Moskvada. Sonra da ki, burada da hər dəfə, bütün sərgilərdə iştirak edirəm Bakıda. Ona görə də işlərim də var, fotolarım. Yəni, siz kifayət qədər tanınırsınız, amma doğrusu mən biraz açıq belə təəssüf edədim ki, xanımın yaşını xatırlatmazlar, amma da bir kifayət qədər yaşınız var. Təəssüf ki, indiyəcən sizə fəxr ad verilməyib. Baxmayaraq ki, siz bu sahədə qəbul olunursunuz, bir sənətkar kimi peşəkarlar tərəfindən. Yəni, peşəkarların hamısının sizin haqqınızda fikri yüksəkdir. Düzdür, ayrı-ayrı siz fəxri fərmanlar almışsınız, müəyyən mükafatlar almışsınız, amma dövlət tərtib olunub da. Yəqin ki, biraz da necə deyərlər, təvazökarlığınız, başınız aşağı salıb, bir küncə çəkib işləməyiniz səbəb oldu. Elədir. Ailə bir də işləmişəm, daima. Daima mən işləmişəm, mən kimi. Çətin də olsa mən üçün biraz yaşlıyam, biraz yoxam. Amma yenə də işləyirəm. Metrovkada. Belə mənim əsas sənətim budur, xalça sənəti. O çox sevirəm, xalça sənəti. Bəs necə oldu bu sənəti seçdiniz? Sizin nəsildə bildiyimə görə olmuyor necə sənətlə bağlı? Olmuyor, özüm çox sevdim, xoşuma gəlib. İşləmişəm, Moskvada oxumuşam 5 il. Sonra gəlmişəm Bakıya, Bakıda özüm sənət institutunu oxumuşam. Orada da xalça sənəti Lətif müəllim xalçacıdır, rəssamdır. Bax, o, deməli, bizim müəllimimiz olub. Çox yaxşı işləmişik, çox ölmüşük, bəyənirdi mənim işlərimi, deyirdi. Lətifə, sənin işin xoşuma gəlir. Nəysə, hoşuma Allah rəhmət eləsin. Bax, belə xalçanı mən çox sevmişəm, ona görə də işimdə çox olub bu barədə. Hələ indiyənə kimi yaxşı görmürəm Metrovkanı. Yenə də mən işləyirəm. Hərdən qızım da deyirəm, amma çox işləmədə, gözüm yaxşı görmür. Çünki mənim bu sənətimdir də, mən sənətimdən ayrıla bilmirəm. Çox sevirəm öz sənətimi. Bax, belə içinə də. Xalça işi çox gözəl işdir. Çox. Çox maraqlıdır. Məsəl üçün, 2 gün, 1 həftə işləməyəndə darıxıram. Darıxıram, mən
Haşiyəni işləmədim, haşiyəni işləməliyəm. Xalça bir də həm də elə bil nağıllar aləmidir. Hə, bax elə, düz deyirsin, düz deyirsin. Axırda elementlər, o da məsəl ki, burada görürsünüz necə xalçalıq çoxdur. Bir də bizdə çox adam onun fərqinə varmır. Bizdə yox, daha doğrusu kənar yerdə onu bilməyənlər ki, xalçada bir növ yaşam fəlsəfəsi var. İnsanın doğuluşundan bu dünyadan gedişinə qədər hər bir şeyi ifadə edir xalça. Görürsünüz, xalçanın üstündə insan doğulanda, o qədimdə belə idi, o körpə uşaqlar xalçanın üstündə iməkləyirdi. Ondan sonra insan hətta bu dünyadan köçəndə də onu xalça püküb yola salırlar. Yəni bu şərqdə xüsusi bir önəm kəsb edən belə deyək, məmulatdır. Yəni bu yalnız bəzək əşyası deyil, yalnız istilik vasitəsi deyil, həm də elə bir bu həyatı bir simvolizə edir. O baxımdan xalça heç nə ilə bir bənzər olmayan bir mənim aləmdə sənətdir. Sənət çox gözəl sənətdir. Qızınız da bilirəm ki, sizin yolunuzu davam elətdirir. Davam elətdirir, daha işləyir. Bu qabilən işləyir də. Qabiləndə, iki də qabiləndə. Siz bu son vaxtlar nə işləyirsiniz indi? Son vaxtlar indi işləyirəm, deyə nəsə təzə işləri belə işləməmişəm, yəni ki, fikirləşirəm, o barədə işləyim. Belə bilmirəm da indi fikirləşirəm elə, çünki bu yaxında bu işi qutarmışam. Elə deyəcəkdim, bizim başımızın üstündə olan nizam məsələsi, onun işlərinizdəndir də. Bu təzə işdir bu. Bu yubileylə nə əlaqədar işlədiniz? Xeyr. Yubileydən yoxsa əvvəl? Çox gözəl işdir. İndi bunu harasa təqdim edəcəksiniz, yaxud istəyən var? Yox, eləməyəcəm. Rızasına istəyirəm, evimdə burada qalsınlar, dayanım uşaqlarım üçün. Sizin Nazirliyin, bizim Mədəniyyət Nazirliyinin sifarişi ilə bir neçə işləriniz olub da. Margaret Thatcher'in portretini işləmişsiniz, Kabzonun, Yosif Kabzonun, sonra Mrs. Rastropovich'in. Yadıma salırsınız siz, düzdür işləmişim. Sonra o namazlıq sizin tematik işiniz var. Bəli. Namazlıq gibi olmalı. Burada desin o. Buyur. Namazlıq budur. Budur. Eskizim. Sizin 3 evladınız var. Yalnız biri demiyorlar davamçınızdı da. Bəli. 2 kızınız, bir oğlunuz. Allah saklasın. Sağ olun, çok sağ olun. Yani hem sənətdə uğur qazanmaq, həm ailə həyatında bu biraz sənət adam üçün çox çətin olur. Amma siz maşallah bu ikisini bir arada tuta bilmişsiniz. Mütləq. Vaxtım olmasa da gecə oturub işləyirəm, səhər sübhdən dururam, olar yatmış. Çünki bu sənəti mən çox sevirəm, çox sevirəm. İndi düzdür bir balaca bir gözüm biraz zəifliyim. Ona baxmayaraq çalışıram ki, malıcı olunsun, işləyim yenə də. Çünki xalça sənəti çox sevirəm, sənət olduqca. Bəs müraciət edən olur ümumiyyətlə, sizlə öyrənmək istəyənlər varmı? Yox, elə şey. Bu gənclərdən? Yox, gənclər çətin. Yaxud özünüzün necə təşəbbüsünüz olmayıb ki, gedib dərs deyəsiniz? Yox. İndi bu yaşda demirəm, amma məsələn, 20 il, 30 il əvvəl. Azər xalçada mən işləmişim. Bilirəm, uzun illər siz... Uzun illər Azər xalçadadır, mənim də bildir o işləyim. Tak ki, Azər xalçada işləmişimdir. Sonra da evliyim. Uşaqlar olub hamısı. Belə işlər olubmu ki, yəni daha doğrusu elə əsərlər varmı ki, işləmək istəmişsiniz, hələlik reallaşmayıb, gerçəkləşməyib? Yox, elə yoxdur, elə deyil. Elə fikirləşirəm amma. Fikirləşirəm ki, nəsə işləyim, çünki bu xalça sənəti məni saxlayır elə. Çox işləyir. Bəs siz miniatür mövzularına belə müraciət edirsiniz? Yox, miniatür o qədər yox, mənki əsas xalça. Bir də sizdə deməli maraqlıdır ki, bizim Azərbaycan ayrı-ayrı xalçaçılıq məktəbləri ilə o öyrəndiyiniz belə deyək, qərb rəssamlıq ənənələrini də sanki bir uzlaşdırmışsınız, birləşdirmişsiniz. Yəni bu bizdə hər rəssamda belə şey olmur da. Adətən xalçaçılar
yalnız elə milli ornamentlərlə işləyir. Amma siz də elə bir başqa çanar da qatmısınız o işlərinizə. Bu da gördüyüm Moskva məktəbinin təsiridir. Təsiri əlbəttə. Mən orada Krujova fakülteti qurtarmışam. Krujova. Bədii tikməli də. Hə, bədii. Krujova Azərbaycan. Bədii toxuculuq idi. Bax, belə Krujova da, bədii. O çox mənə kömək oldu. Olduğu üçün Moskvada 5 il oxumuşam. Sonra oradan gələndən sonra bizim müstəyincə sənətə daxil olmuşum. Bəs necə oldu ki, oraya getdiniz? Yəni, burada vaxt yox idi da o yıxsız. Anam atam atım işləyirdi, ona getdim. Moskvada? Moskvada. Sonra da burada qəbul oldum, işlədim. Belə oldu. Çox yaxşı, orada çox yaxşı birlikləri öyrəndim, çox olduqca. Oranın Moskva başqa cür. Gəncliyinizdən bu evdə yaşayırsınız da, siz İçəri şəhərdə. İçəri şəhərdə, tabii. Yəni, bu da bir qədimlik, bir ahəngdir sizin peşəylə. Mən yoldaşımın evidir, Dəvul. Bəli. Mən burada gəlmişim. Hətta onların yoldaşınız tərəfdən, üzr istəyirəm, babasının mülk evidir də bura. Mülk evidir, bəli, mülk evidir. Nədir, Hacı Haşim bəyin işləyirdiyi binada, siz indi onun, bu binanın belə deyək, bir küncündə yaşayırsınız. Biz yaşayırıq, Ruslan başqaları da bizim İstanbul'da. Allah rəhmət eləsin. İçəri şəhər, xalçaçılıq, bunlar elə bir ki, yanaşı səslənən sözlərdir, anlayışlardır. Bu baxımdan, məsələn, mənə çox maraqlı gəldi, dedim, elə xalçaçı, hətta öz ailəmdə deyirəm ki, xalçaçı İçəri şəhərdə yaşayır da. Sözün doğrusu. Düz dediniz. İndi də baxıram, bu ətraf, bu şeylə, antik dükkanlarla, elə sizin boşluğunuzdadır. Gördünüzsə, vardı dükkanlar çoxdur. Xalça sənəti, gözəl sənətdir, çox. Siz işlərinizdən satışa çıxardırsınız heç? Yox, belə alınmadı. Satışa muzeyə də vermişəm. Muzeydə olub, mən xalçalarım çoxdur. Muzey alır da adətən, bir qismini. Götürürlər də, amma ki, almaq yoxdur. Ancaq nümayiş üçün götürürlər, sonra geri qaytarırlar. Yox, qaytarmırlar, deməli orada qalır. Xalçaları var muzeydə çox, çoxdur orada xalçaları. Hələ bu xalça oradadır, çoxdur xalçalar. Muzeydə bizdə, mən xalça işləyirdim muzeydə, Azər xalçada. Orada fond var, bizim fondumuz var. Xalçalar orada çoxdur. Həmən bu xalçalar hamısı oradadır. Oradadılar. Mən həmişə işləmişəm orada. Qəbul edə xalçaları. Lətif müəllim də bizim... Deyəcəkdim, o Sovet vaxt işlədikləriniz idi də, çoxsun. Çoxsun. Çünki sizin əsas vaxtınız Sovet vaxt işləmişsiniz Azər xalçada. Bizim direktorumuz da Lətif müəllim, baş rəssamı idi o da. Mən də orada işləyirdim, belə. Daima, necə illər orada işləmişəm. İndi evdəyəm. İndi evdə işləyirəm. Lətif müəllimin vaxtı ilə rəhmətliyin muzey də sizə yaxın idi də, burada. Bu məsciddə idi. Sovet dağılandan sonra muzey oradan köçürdülər. Əvvəl bu keçmiş Lenin muzeyinə, muzey mərkəzinə. Əvvəldə bizim evimiz deyil, mənim yoldaşımın evi deyil. Sonra mən buraya gəlmişəm. Onlar İçəri şəhərindilər da özləri. Lətif müəllimdən əsas öyrəndikləriniz nə olub? Lətif müəllim bütün bu ornamentləri hələ o bizə deyildi, rəssamlara. Çeşniləri necə işləmək lazımdır, hamısını onunla öyrənmişik biz. Lətif müəllimlə, mən əsas. Çünki xalça sənətini bizim qrupada bilmənəm, başqa mən kimsə var, bilmirəm. Ona görə Lətif müəllim dediyin çox, bu xalça sənətini mən çox sevirdim. Ona görə bütün o Lətif müəllim nə deyirdisə, hamısını mən qeyd edib özümdə. Yadımda saxlayırdım, belə. Lətif müəllim Allah rəhmət eləsin. Allah rəhmət eləsin. O bir evlatlarınızın meyli var mı yatıq xalçasıyla? Xeyr, yoxdur. Rəhmətli atanızın piyano çalmağı olub, şeir yazmağı da var imiş deyəsən. Hə, ona kim söylədi? Yəni o baxımdan belə incəsənətin meyilli imiş, amma peşəkar həkim imiş də. Sizin valideynləriniz, atanız da, ananız da. Anamda da var, sanatçı oldu. O çalırdı,
Olsun gəlirdi, çalırdı. Heç belə bir şey xəyal eləmişsiniz ki, Allah'tan bir kəramət olaydı, bir uçan xalça toxuyaydınız. Həmişə fikirləşirəm ki, yeni bir nəsə bir işləyəm, həmişə. Çünki bu yaxında doktormuşam, yenə də istəyirəm, işləmək istəyirəm, daima istəyirəm. Çünki bu iş məni saxlayır elə bir xalça. Çox sevirəm bu xalçanı. Ona görə biraz bir müddət keçir, uca dağılıram ki, mən hiç işləmirəm. İşləmək lazımdır. Yəni belə qrafiklə təbii ki işləmirsiniz. O təbiniz gələndə, nə vaxt ki, belə deyək, olursunuz, orada başlayırsınız işləməyə. Həmişə daima fikirləşirəm ki, yeni bir nəsə işləyəm. Mütaliə edirsiniz də yəqin ki, ədəbiyyatı. Mütaliyə vaxtı yoxdur. Çox az eləyirəm də, çox o qədər yox. Bəs tarixi mövzularda belə tematik işlər necə işləməmsiniz? Belə bir şey ürəyinizdən keçməyib? Yox, hayır, keçməyib. Çünki yəni portret öz yerində, amma tematik işində bir başqa gözəlliyi, maraqlığı var. Orada nədir maraqlığı? Tematik deyirsən. Tematik işlər. Var, düz deyirsən, amma işləməmişəm. Fikirləşmişəm o barədə, fikirləşmişəm. Mən ona görə soruşurdum ki, əsərlərdən məsəl üçün bəhrələnib, oradan təsirlənib hansısa bir lövhəni yaratmaq olardı. Tutaq ki, Nizaminin elə əsərlərinin əsasında, yaxud nə bilim, Nəsiminin qəzəllər əsasında. Yəni biz də rəssamlar olaraq ki, boyakarlar işləyib, ayrı-ayrı rəssamlar bildiyiniz ki, məsələn, Mikail Abdullahevin bilirsiniz nə qədər belə silsilə işlər var. Nizami mövzusunda, Nəsim mövzusunda. Ümumiyyətlə, o nəsil rəssamların içində Öyəğən Mirzəlazadənin çox gözəl işləri var. Əlbəttə gedir. Çox gözəl işləri vardı. Çox. O ən belə məşhur tematik işləyənlərdən idi. Bir dənə Lətif müəllim xalça sənətində. Xalça sənətində elə bir rəssam. O nəsildə yox idi. O yaşlıların içində Lətif müəllimdən əvvəl yox idi. Yox idi. Ancaq Lətif müəllim. Sonra sizdən sonra gələnlərin içində Eldar Mikailzadədir, Eldar Hacıyev var, Tariyel var, Abbasovlu yoxsa Məşrov, Tariyel müəllim var. Bir neçə nəfərdir. Yəni bizdə xalçaçı rəssam demək olar, barmaqla saymaq olar. Ona görə bayaq deyirəm ki, bunu... Çətin sənətdir. Çətin də. Çox çətin. Zəhmət tələb edən sənətdir, amma biraz sanki tam qədir qiyməti də bilinmir. Bilinmir, düz deyirsiniz. Mən belə fikirləşirəm. Düz deyirsin, mən gör nə qədər işləmişəm. İndi məsəl üçün siz gəlmişsiniz ora, hoş gəlmişsiniz. Çox sağ olun, hoş gününüz olsun. Mənim barəmdə belə bir çəkiliş edirsiniz, çox sağ olun. Mən doğrusu inanırsınız, belə maraqlananda belə təəccüb qaldım ki, necə ola bilər ki, yəni siz bu yaşa çatmışsınız. Uzun illərdir də, 10 illərdir çalışırsınız, özdə kifayət qədər tanınırsınız, qəbul olunursunuz, peşəkar kimi. Niyə sizin əməyiniz qiymətləndirilmir? Yəni, dövlət qiymətini deyirəm də, indi xalqın tanımağı var, qəbul eləməyi var, sevilməyiniz var, Allah'a şükür. Amma o dövlətin qiymətini də insana yəqin ki, bir fərəhləndirir, qolqanat verir. O gün də özünüz yaxşı dediniz ki, biri var, bunu 20 il, 30 il əvvəl alıydınız. Biraz da elə bir... Biraz da ilhamlanardınız. Sıramda mənim balalarım, hamısı ilham verirlər, işləyirəm. Hələ bu uşaqlar. O da böyük şeydir ki, o var. Amma bilirsiniz, çox çətin sənətdir. Çox sənətdir. Xalça çox çətin sənətdir. Amma baxmayaraq, mənim Allah saxlasın, 3 uşağım olub, buna baxmayaraq, mən işləmişəm. Bunlar yatanda da, duranda da. Çalışmışam ki, xalça işləyim. Bir nəsə fikirləşirdim ki, mən bunu gerək işləməliyəm. Bir hissəsini işləyirdim, sonra bunlar yatanda başlayırdım. Beləncələrmiş işləmişəm. Yoldaşınız da sizə yəqin imkan yaradıb da. O da əlbəttə o da imkan yaradıb. O da var, o injiner idi. Onun öz sənəti var idi, mənim sənətim də başqa idi.
Neyse bak böyle valla. Halça işi çok güzel işti, çok güzel de halça böyle her şey. Ben bir gün işlemeyende darıxıram. Ha deyirəm, ben kızıma deyirəm, Pərvin, mən heç bir həftədir işləmirəm. Deyirəm, amma bu vaxtım olanda oturda yerdə işləyirəm. Bak belə içində, amma xalçanı mən toxumaram. Evet, bildim. Siz yalnız eskizlerini işləyirsiniz. Eskizlərini işləyirəm, verirəm toxucuya. Toxucularım yaxşı qızlarımız. Ümumiyyətlə heç vaxt toxumamışsınız. Heç bilirəm necədir toxumaq. Təbii ki, bilərsiniz. Amma toxunmamışam. Amma bizim balaca bir haşiyə qızlarla kim toxuyursa mənim üçün, mən də biraz ona görə mən bilirəm xalçanı toxumuşum, hər şey. Texnologiyasını. İndi təzə iş başlamışsınız. Yox, hələ fikirləşirəm. Doğrudan da indi siz yaxşı sual verirsiniz mənə. İndi çox belə fikirləşirəm ki, nə bir yeni bir iş olsun, İnşallah. maraqlı bir iş olsun. Nəysə bir götür qoy edirsiniz beyninizdə, nə hansı mövzuda işləməsiniz? Təzə işim var, təzədir, belə fikirləşdim ki, içəri şəhərin qız qalası yoxdur da, amma ki, var. Hamısı yundan işlənəndir də, xovlu, xovsuz, hər iki cür. Hər cürəsi var, amma indi bunlar hamısı xovludur. Yəni baxıram ona görə deyirəm, xovlu. Gözəl işdir. Bunun sıxlığı da çoxdur. Yaxşıdır, sıxlıq 50-50-yə də burada. Daima işləmişəm. Siz sağ olun ki, varsınız, amma gərək həyat göstərir ki, gərək o qədər də adam təvazökar olmasın. Biraz yaxşı mənada özünün təbliği ilə də məşğul olsun. Yəqin indi artıq uzun ömürdən sonra bir geri nəzər salanda mənim fikrimlə razılaşırsınız ki, o bəlkə də biraz sanki gözdən, könüldən uzaq bir pis çıxmasın. Qalmanızın səbəbi olub ki, həmişə ciddi olmuşsunuz, təvazökar olmuşsunuz, başınızı öz işinizlə qatmışsınız, heç kimdən heç nə tələb eləməmişsiniz. Amma işim çox olur, həmişə uşaqlar bir də ki, mənim işlərim. Düşünmüsünüz ki, sizi özləri qiymətləndirəcək, amma yox, elə şey olmuyor, heç yox. Elə də olmur. Yox, olmuyor. Bilərdim, mənim bir başqa cürə insan idi, Allah rəhmət eləsin. O elə bir ki, danışanda elə edirdik, danışırdı ki, xoşuma gəlmirdi. Ruhdan salmaq istəyirdim. Amma mən düşə bilmirdim, sıramla öz işimi işləyirdim. O prosta o böyük rəssamdı, haradasa xoşuma gəlməyəndə deyirdi, bu düzdür, bu belədir. Müəllimimiz olur da, o bizə dərs deyir. Amma işləri var, onu görürsünüz. Rəhmətin deyirlər, biraz xasiyyəti tüntməcazı idi. Elədir. Yox, mən tüntməcazı, onu bilmirəm. Elə yox. Yox. Amma ötkəm adam idi. Ondan sonra tələfkar idi. Üstəlik də o yaxşı mütəxəssis idi deyin, onun gözündən xaltura filan heç nə yayılmazdı. Yox, yayılmazdılar. O dövrdə ondan hamı hesablaşırdı, çünki bir mənalı qəbul olunurdu da Amma ki, bir mütəxəssis. xəsiyyəti də vardı ki, əgər görürdü ki, hansısa rəssam nəsə işləyir, həvəsdən salmaq var idi. Elə. Var idi elə şey. Amma ki, mən həvəsdən heç vaxt düşmürdüm, heç vaxt mənim həvəsim. Onu biraz sizcə sınamaq üçün edirdi, yoxsa müəyyən qədər paxıllıqla? Bəlkə də, bilmirəm da. Çünki sənət adamların içində biraz şey də olur da, o paxıllıq və xainlik də olur. Ona görə elən kimi edirəm. Allah rəhmət eləsin. Həm də Lətif Məmmədli Azərbaycanın xalçaçılığın elmini yaradıb. Onun indiyə qədər o yazdıqları bir dərslik kimi istifadə olunur. Demək olar ondan yuxarı səviyyədə heç nə yoxdur. Təxminən yadınızdadır, elə sizin gəncliyiniz illərində o buraxılan kitablar idi. Bugünə qədər onlardan istifadə edir. Onlardan istifadə edir, hamısı da. Çox qiymətli kitablardır onlar. Məndə var o kitablar hamısı. Allah sizə bundan sonra da sağlıqlı ömür versin. Çox sağ olun. Yaşayasınız, yaradasınız, ilhamınız, şövqünüz tükənməsin. Bax, necə indiyə qədər çalışmışsınız. Bundan sonra da inşallah Allah verən illəri sağlıqlı yaşayasınız, yaradasınız. Və həm də arzulayarım ki, inşallah tezliklə qarşıda yubileyiniz var. Ən azı bir əlaqədar təşkilatlar deyək, adamlar deyək, yadına düşsün. Sizin əməyinizə bu uzun
uzun müddətli səmərəli fəaliyyətinizə, həm də bir dövlətin də qiyməti olsa, məncə çox gözəl olar. Hər halda siz ona etiraz eləməzsiniz. Elbette yok. Çok sevinirim vallahi da. Böyle şeydir. İnşallah. İnşallah. Çok teşekkür ederim size vallahi. Çok teşekkür ederim. Mən təşəkkür edirəm ki, bizi qəbul edədiniz, bu imkanı yarattınız və Çok teşekkür ederim. inanıram ki, bizim söhbətimiz də tamaşaçılarımız üçün, dinləyicilərimiz, izləyicilərimiz üçün maraqlı olacaq. Çünkü bu birinci defa bak sizin de geldiniz, benim baremde yazırsanız işte çekiliş çekirsiniz. Ona göre çok çok sağ olun. Teşekkür ederim size. Siz sağ olun, var olun. Allah ömür versin. Sağ olun, çok sağ olun. Əziz izləyicilər, beləliklə verilişimiz sona yetdi. Əminəm ki, maraqlı oldu, zövqünüz oxşadı. Verilişlərimizə baxmağı, bəyənməyi, fikir və təkliflərinizi yazmağı unutmayın. Allah amandır.